Azərbaycanın hüquq müdafiəçisi və alimi, Talış xalq ədəbiyyatının, incəsənətinin, folklorunun tədqiqçisi və saxlayanı, onu qoruyub mühafizə edəni Hilal Məmmədov iştirak edir. Biz ondan çox şey öyrənirik. Sağ ol bana, ama hafif şovlu, sadakatamı bilmem. Ali Bey'in sözü var ki çok bana lezzet verdi. Ve özlüğünüzde alışım, ben de talışa başladım. Çok baktım gördüm zannede benden başka bir talış yoktu. Ama herhalde Ali Bey'in teşekkür ederim. Bugün Lezgi halkının, fədakar bir kızı. O neyinki Lezgileri, ben her şey tekrar ediyorum. Biz talışların da fəxarətli kızıdır. Türklərin də fəxarətli qızıdır. Bax, Ali müəllim danışdı, bizə dedi. Və Ali müəllimin özü də Türk xalqının fəxarətli oğludur. Kaş bizim ölkəmizdə, bizim Azərbaycan xalqının içərisində bir neçə, 2-3 Sədaqət xanım, 2-3 Ali müəllim şamil olaydı. Və dilədiyimiz bütün arzulara yetərdik. Hamımız məclisdə həm Talışca, həm Türkçə, həm Ləzgicə, Kürcə danışır, hamı da anlayardı. Yəni, belə bir reallıq arzumuzdur və inşallah o arzu olacaq. Həyata keçəcək. Bu yolda mən Sədaqət xanım haqqında hamı bilir, çox danışır. Onun filmlərdən baxanda mən Hindistan filmləri olur, Hind filmləri. Biz ağlıydık o filmlərdə. Yeni bir Sədaqət xanımın kinolarına baxanda da maraqlı. O zövqü, o ləzzəti, o təkcə bir kino rejissor, bəstəkar, bayaq qeyd elədi, doğrudan da bütün sahələrdə özünü göstərir. Sədaqət xanım, sizi təbrik edirik. Çox şükür Allaha ki, Allah sizin kimi bir kızı xalqımıza, ölkəmizə ərmağan edib. Allah'tan sizə uzun ömür, can sağlığı diləyirik, yazın. Yaradır, biz də həvəsləndirin, biz də həvəslənək, yazın. Xoş baxın.